Paytaxtın Yasamal rayonu Xiyabani 5 ünvanındakı çoxmərtəbəli yaşayış binasının sakinləri parking probleminə əziyyət çəkirlər. Bildirirlər ki, binanın qarşısındakı ərazidə parklama ödənişlidir və onların da burada avtomobil saxlamaq üçün kifayət qədər pulları yoxdur. Hamı işdən gəlir, yer tapmaq olmur maşın saxlamağa. Bu pullu parkinq eləyən insanlar, mühəndislər fikirləşməlidir ki, 270 mənzillik ailə. Yəni bu insanlar harda maşın saxlayacaq? Biz məsələn işə gedəndə də orada da park eləyirik, orada da pul veririk. İndi başa düşürük ki, biz orada yaşamırıq. Halbuki biz bu binada yaşayırıq. Biz də istəyirik ki, gəlib yaşadığımız binada biz öz maşınımızı saxlayıb pul ödəməyək. Keçən həftə həyətə pajarla maşın daxil ola bilmədi. Həyətdə çox basırıq vəziyyət yaranıb. Həyətdə çox maşınlar var. Həddindən artıq hərəkət eləmək olmur. Binanın həyətində olan ərazi, bina sakinlərinin maşın park eləmək üçün yer çox məhduddur. Biz bu binada yaşadığımıza baxmayaraq, bizim çıxarılışımız olmadığına görə qeydiyyata düşə bilmirik. Bunlar da bizdən qanunla tələb edir ki, qeydiyyatınız. İndi yaxşı, müvəqqəti bizim qeydiyyatımız yoxdur. Biz buradan hara köçüb getməliyik? Yeni tikilidə yaşayırsınız, amma qeydiyyat yoxdur. Bəli. Evin çıxarışı yoxdur da onda. Bəli, evin çıxarışı yoxdur. Yəni, biz Evin qeydiyyatı çıxarışı olsa, burada maşın saxlaya bilərsiniz. Onların bizə verdiyi cavab odur. Hərimiz bir yerdə qeydiyyatdayıq. Ona görə də biz xahiş edirik ki, baba, aynıya neçə məktub yazmışıq, müraciət eləmişik. Sakinə, bütün sakinlərin, maşın olan sakinlərin siyasını göndərmişik aynıya. Lakin bizə hələ indiyə kimi heç bir cavab vermir. Aynə bizə bildirir ki, hər bir insan yaşadığı yerdə, uçotda olduğu yerdə, qeydiyyatda olduğu yerdə pulsuz park eləyə bilər. Hər bir adamın şəxsiyyət vəsiqəsindəki fin koda görə bir dənə park eləmə şansı verilsin. Mən də qeyd edeyim ki, məsələn, filan fin koddur sakin, Nəsimidə yox, mən burada yaşayıram, mən burada park eləyirəm pulsuz. Nazirlər Kabinetinin qərarı və yol hərəkəti haqqında qanunun tələbidir. Aynə onu öz başından eləmir axı. Ərazidə yaşayırsansa, onu sübut edəcək sənəd olmalıdır. O çıxarış ala bilməyibsə, sistem onu götürmür axı. Onu indi hökumət baxmalıdır, parlament baxmalıdır, qanuna salmalıdırlar ki, bu digər vasitələrlə sübut edə bilsə ki, həqiqətən bu adam burada yaşayır. O halda sistemdə nəsə yenilik eləyib onu qəbul etmək olar. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə, yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Qanunvericiliyə əsasən ödənişli parklanma ilə bağlı digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.